Sənə desələr ki, sənin qaraciyərin özü əlverişsiz də, yəni sənin ömrü az qalıb, yenə ümidi üzmə. Qaraciyəri anadan gəlmə edən bir bitkinin yağı var. Sən düşün ki, sənin Rəbbin bütün insanlardan yox, bütün dünyada olanlardan rəhimlidir, rəhmandır. Çünki o səni sevir, səni qulunu anasının atasından çox sevir. Sənə elə bir bitkin yağın verib ki, sənin ümumiyyətlə daxili orqanlarını təmizləyir. Bax, qaraciyərin piylənməsi, ən birinci, ən qlobal məsələdir. Qardaş, kimi baxsan, qarnı bu boydadır. Sağlam, sağlamcılıq, yiyin, qəşəng qidalanın. Demirəm, yeməyin. Yağlı yeməklərin başını buraxın. Ümumiyyətlə, qaraciyərdə xəstə olanlar, sən diyetə saxlamırsansa, sən ağzına gələnə yeyirsənsə, ümumiyyətlə, nəinki bunu içmə. Qaraciyəri piylənməsi, daşlanması, sevrozu, qaraciyər, qardaş, sənə mən bir dənə deyirəm ki, bir il ərzində, 2 aydan bir bunu içirsən, səhər, axşam, az qarnına, bir dolu çay qaşığı içdin, mən deyəni elədiyin qardaş, sən olursan sağlam qaraciyərə sahib olmuş bir insan, Allahın izni ilə biz heç nə eləmirik. Avaqanqal toxumunun yağı